Son dövrlərdə bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli keçidlərə daxil olmaq nəticəsində WhatsApp istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdləri artıb. Bu barədə Sfera AZA Elektron Təhlükəsizlik Xidmətindən bildirilib. Məlumata görə, kiberdələduzlar bu üsuldan istifadə edərək vətəndaşlara SMS vasitəsilə göndərilən təsdiqləmə (ATP) kodlarını ələ keçirməyə çalışırlar. Bu kodlar paylaşıldığı halda istifadəçilərin WhatsApp hesabları oğurlanır. Daha sonra onların adından yaxınlarına saxta mesajlar göndərilir. Beləliklə, həmin şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsinə cəhdlər edilir. ETH vətəndaşlara bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir. Tanımadığınız nömrələrdən gələn linkləri açmayın. Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin. ATP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin. Tətbiq ayarlarında 2 mərhələli təsdiqləmə funksiyasını aktivləşdirin. Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin. Profil məlumatlarını son görülmə. Profil fotosu, status və yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın. Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.